Çox sağ olun. Çox hörmətli sədr, əziz həmkarlar, Məhkəmə Hüquq Şurasının hörmətli rəhbərliyi, möhtərəm hakimlər, yuxarı instansiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı möhtərəm prezidentin təqdimatını birmənalı şəkildə dəstəkləyirəm. Bugün qlobal miqyasda ikili standartlara əsaslanan və dünyada gücün hüquqa qalib gəldiyi elə bir konfigurasiyada yaşayırıq ki, hakim işləmək həqiqətən çətin məsələdir. Təbii ki, Azərbaycan daxilində məhkəmə hakimiyyətinin müstəqilliyi qarşısında heç bir əngəl mövcud deyil. Əksinə, məlumdur ki, Azərbaycan Konstitusiyasının 8-ci maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır və bugün əminliklə deyə bilərik ki, cənab İlham Əliyev tam mənada məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısına çevrilə bilib. Lakin məhkəmə hakimiyyətinin müstəqilliyindən danışan çoxsaylı beynəlxalq təsisatlar Azərbaycanda məhkəmə qərarlarına açıq hörmətsizlik etməklə, məhkəmə proseslərini siyasiləşdirməklə qeyri-adekvat bir duruma yol açmağa cəhd edirlər. Çünki bugün avrostrukturlar və qlobal insan haqları təsisatları üçün qanuna, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanan öz qəti iradəsi olan hakim yox, qərbin saxta tezislərinin icraçısına çevrilə biləcək hakim obrazı maraqlıdır. Bugün özünü insan haqları təsisatları adlandıran çoxsaylı strukturların heç bir reallığa əsaslanmayan hesabatları, çoxsaylı qərəzli media təsisatlarının yaydığı məlumatlar, o cümlədən xarici qüvvələrin yerli alətlərinə çevrilən antimilli ünsürlərin sosial media üzərindən çağırışları açıq formada Azərbaycan hakiminin iradəsinə təsir etməyə, daha kobud desək bu iradəni sındırmağa yönəlib. Bugün faktik olaraq Azərbaycan məhkəməsindən bərabərlik hüququndan imtina etmək, siyasi mənsubiyyətinə görə insanlara ayrıcalıq tanımaq, qərbin marionetlərinə münasibətdə cəzasızlıq mühiti formalaşdırmaq tələb olunur. Biz heç vaxt qərb təsisatları, xüsusən qərb məhkəmə təsisatları üçün qapılarımızı bağlamamışıq. Hələ 22 fevral 98-ci ildə ümumilli lider Heydər Əliyev fərmanla hökumətə tapşırıq vermişdi ki, normativ hüquq aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi üçün tədbirlər görsünlər. O cümlədən möhtərəm prezident hələ 2006-cı ildə 19 yanvar tarixli fərmanı və 28 dekabr 2006-cı il tarixli sərəncamında tövsiyə edirdi ki, insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinin məhkəmə təcrübəsində tətbiqini təmin etsinlər. Yəni, Azərbaycan Respublikası kifayət qədər qətiyyətlə iradə ifadə edib. Amma əvəzində nə görmüşük? İllərlə ərizəçilərin müraciətlərini dırnaq arası prosedura uyğun formada ləngidən Avropa İnsan Haqları Məhkəməsi siyasi işarəti gördüyü bütün işlərə 3-5 gün ərzində baxaraq daha çox məhkəmə kimi yox, radikal müxalifət partiyası kimi davranıb. Avropa Şurası Parlament Assambleyası özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq məqsədi ilə 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsi eyni ampolada siyasi mərkəz kimi fəaliyyətinə davam etdirmiş. Baxmayaraq ki, biz artıq faktik olaraq qurumdan kənarıq və məhkəmənin formalaşdırılmasında iştirak etmirik. Belə çıxır ki, səs hüququmuz alınır, amma bizi cəzalandırmaq haqqını özlərində saxlamaq istəyirlər. Təbii ki, buna yol verilməməlidir və bu mənada möhtərəm prezidentin dünən ADO Universitetində haqlı olaraq Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımadığını bəyan etməsi bir mənalı şəkildə alqışlanmalıdır. Dövlət başçımızın ADO Universitetində yeni dünya nizamına doğru mövzusunda beynəlxalq forumda bu tarix çıxışı bir daha nümayiş etdirdi ki, bu bölgənin güc, nüfuz və imkan sahibi kimdir və bizimlə heç kim diktə dilində danışa bilməz. Bütün dünya gördü ki, regionda işğala, təcavüzə, separatizmin öldürücü təsirinə məruz qalmış ölkə əvəzinə öz problemlərini öz gücünə həll etmiş, hərbi siyasi qələbələri ilə yeni təhlükəsizlik arxitekturası formalaşdırmış, qurduğu siyasi, iqtisadi, mədəni əlaqələrlə tərəfdaşlığın unikal ab-havasını yaratmış qüdrətli bir dövlət bərqərar olub. Bu, artıq tam azad, müstəqil, suveren davranmağa imkan verən real güc deməkdir. Bir dövlət bundan artıq necə müstəqil ola bilər? Azərbaycan cəmiyyətində azadlığı avrostrukturların saxta tezislərində aktaranlar niyə başa düşmək istəmir ki, xalqlara iki marionetdən birini seçmə imkanını demokratik seçki və azad iradə ifadəsi kimi təlqin edən qərb təbliğat sistemləri əslində mahiyyətcə ən təhlükəli avtokratiya və diktatur alətləridir. Bir vaxtlar cənab İlham Əliyev bir sıra qərb təsisatları, o cümlədən insan haqları təşkilatları və media strukturlarının muzluqlar olduğunu deyəndə qulaqlarını tutanlar bugün özləri eyni bəyanatlar verir. Bu deməkdir ki, həmin təsisatların fəaliyyəti də, yaydığı xəbərlər də səhih və dürüst olmayıb. O cümlədən də Azərbaycan əleyhinə fəaliyyətləri bizim illər ərzində iddia etdiyimiz kimi tam mənada qərəzliymiş.
artıq muzlu təbliğat mexanizmləri ifşa edilibsə, deməli bunların Azərbaycan əleyhinə formalaşdırdığı informasiya çirkabı da təmizlənməlidir və bu çirkabın arxasında dayananlar ölkəmizdən üzr istəməli, ölkə daxilində isə bu mexanizmin parçası kimi çıxış edən antimilli şəbəkənin barəsində hüquqi araşdırmalar başlanmalıdır. Bu mənada hesab edirəm ki, hakimlərimiz cari reallıqları yaxşı dərk etməli, mediada, sosial mediada yazılan, dırnaqarası hesabatlarda sadalanan heç bir fakta, heç bir fikrə əhəmiyyət verməməlidir. Unutmamalıyıq ki, qalib dövlət, qalib dövlətin hakimi mühakimə edilmir, mühakimə edir. Çox sağ olun.